soyqırımıdır. Təsadüfə baxın ki, bir növ elə bu gün də 31 mart soyqırımıdır. Eyni günün elə bir eyni dərsini keçirik. Əvvəlki videorolikdə bir növ biz qeyd eləmişik, indi onu paylaşımda görəcəksiniz. Fevral Burcu İnqilabı 1917-ci ildə baş verəndə bütün Rusiya və onun müstəmləkələrində, xüsusən də Rusiya müstəmləkələrində bir ümid işığı doğulacaqdı. Hansı bu ümid işığı dediyimiz nə idi? Millətlərə müxtəlif verilməsi, xalqların öz dillərində təhsil alma hüququnun olması, xalqların öz dillərində bir növ yaşama hüquqları və bunların hamısı bir ümid işi olacaq bütün demokratik qüvvələrə. Eyni ilə Azərbaycanda da bu proses baş verdi. Azərbaycan Milli Demokratik Qüvvələri təbii ki, Rəsulzadə və onun başçısı altındakı bütün ideoloqlar hamısı Azərbaycan muxtariyyətini istəyirlər və Azərbaycan muxtariyyətin Rusiya tərkibində də olsa qeyd edirlər. Hətta bunun üçün 1917 bir növ belə deyək də aprel və may müsəlman qurultaylarında da qeyd eləmişlər, açıq şəkildə ifadə eləmişlər. Lakin təbii ki, Rusiyanın bu xoşuna gəlməyəcək. Yəni Rusiyada hansı ideologiyalar və ya da hansı ideologiya nümayəndələri hakimiyyətdə olsun fərqi yoxdur. Hamısı vahid və bölünməz Rusiya istəyirlər. Yəni onlar deyirdilər ki, biz özümüz demokratik respublika quraq, amma siz Azərbaycan, Türkmən, Özbək, Tatar, Litvalı, Polşalı fərqi yoxdur. Hamımız əvvəlki qaydada davam edirik. Yəni bizim müstəmləkəmiz qalacaq. Amma biz özümüzü demokratik respublika quracağıq və sizə heç bir hüquqlar verilməyəcək. Sizə heç bir sistem olmayacaq. Təbii ki, ideologiyalarında xalqların qardaşlığı var idi. Sözdə var idi. Amma əməldə bunu eləmirdilər. Heç cürə eləyəcəklərini görməyəcək, gələcək dəstədə görəcək. Bu dövrdə Bakı şəhəri istər Zaqafqaziya Seyminin komissarlığının bir növ kənarından qalmışdı, idarəsindən tamamilə qalmışdı. Buna səbəb nə idi? 1917-ci ildə sentyabrda, daha doğrusu oktyabrda Bakı şəhərində seçkilər keçiriləcək. Bakı Sovetinə seçkilərdə müsavatçılar qələbə qazanacaq. Və hamı müsavata səs verir, Bakı Sovetinin idarə etməsinin müsavatı əlinə keçir. Lakin bu səs vermə zamanı kommunistlərlə nüfuzu güclü olduğu üçün, kommunistlər də bu səs vermədə bir növ müsavatla bərabərə təqribən belə deyək də bir növ səs qazandıqları üçün və daha doğrusu az səs qazanmışlar, amma bir növ Bakı Sovetini idarə etmək üçün gərək ikisi birlikdə işləməli idi. Yəni belə deyək, izah edeyim. Və buna isə müsavatçılar razı olmayacaqlar. Xalq düşmənləri ilə işləmək istəmədiklərini, vətən xainləri işləmək istəmədiklərini elan edib, burada Bakı kommunistləri dediyimiz, Bakı Sovet dediyimiz Azərbaycanlılardan ibarət edir. Nərmanov, Əlidə Qarayev, Məşədə Əzbəyov kimi şəxslər edilər. İmtina edib Bakı Sovetin idarəsindən uzaqlaşırlar müsavatçılar. Və müsavatçılar Bakı Sovetin idarəsindən uzaqlaşan kimi Bakı Sovetin idarəsi tamamilə keçib kommunistlərlə, yəni bolşeviklərlə. Bu bolşeviklər 1917-nin noyabrında oktyabr çevrilişi olub Rusiyada. Bilirsiniz, kommunistlər hakimiyyətə gəlir, videorolikdə demişik. Və oktyabr çevrilişindən ilham alaraq noyabrda Bakı Sovetinin tamamilə hakimiyyətinin kommunistlərə məxsus olduğunu qeyd edəcəkdir. Və bunun rəhbəri də, kommunistlərin rəhbəri Stepan Şamyan olacaqdır. Stepan Şamyan Bakıda 1918-in əvvəlində bir çox tədbirlər görəcəkdir. Nə edəcəklər? Bakıya gedən bütün yolları nəzarət edəcəklər. Yəni bütün yollara nəzarət olunacaqdır. Bütün Bakıya. İstər dəniz yolu, istər quru yolları. Bir də bununla bərabərində poçt, teleqraf, bütün hər şeyə nəzarət mexanizmasını kommunistlər edəcəklər. Burada məqsəd Bakıda möhkəmlənib, Bakını əsas əldə saxlamaq və bundan sonra Azərbaycanla bağlı məsələni həll etmək. Yəni, çünki Azərbaycanın ayrılma ehtimalı da artıq var idi. Onun qarşısı almaq. Niyə birinci Bakıya önəm verirdilər? Bilirsiniz, Bakı neftinə zəngindir. Bakının nefti Sovet Rusiyasına vacib idi. Çünki Sovet Rusiyası bu dövrdə neftə olan tələbatını ancaq Bakıdan edirdi. Ona görə Bakı bunun üçün mühüm idi. Bu vaxt Sovet Rusiyası da yardımlar edəcəkdi, qoşun göndərəcəkdi. 1917-ci, 18-ci ildə hərbi təyyarələr göndərəcəkdi Bakı şəhərinə. Həmçinin Ərzincan müqaviləsi imzalanacaqdı 1917 dekabrında. Oradan geri çəkilən Rus qoşunları Sovet ideologiyasına bir növ mənsub olduqları üçün, yəni bir növ kommunist ideologiyasına mənimsədikləri üçün onlar da Bakıdakı Sovet hökumətinə qoşulacaqdı. Və beləliklə ordularının sayını getdikcə artıracaqdı. Bu dövrdə
Azərbaycan Milli Demokratik Qüvvələri də bir növ müsəlman xalqlarının silahlanması və silahlanmaq üçün də hərbi kadrlar yetişdirməsi prosesdən keçir. Bakının Azərbaycanın bir çox yerlərində hərbi kadrlar yetişirdi. Bir çox yerlərində, Gəncədə, Lənkəranda, Qarabağda, Qubada hamısında yetişdirildi. Hərbi kadr məktubu açılmışdı Şıxlinski tərəfindən rəhbərliyinə kadr məktubu açılırdı və yetişdirilirdi. Lakin Bakıda hərbi kadrlar yetişdirilməsi çətinləşir. Çünki Bakıda Bakı Sovetinin tərkibində, yəni hakimiyyət kommunistlərin əlindədir və bura Azərbaycanlıların gəlişinə icazə çox yox idi. Gəlib burada hərbi kadrlar və dəstə yaradılmasına da icazə yoxdur. Yəni Azərbaycanlıların özünün müdafiəsi üçün icazə yox idi. Bu dövrdə həm də Azərbaycanlıların silahlanması da çətin idi. Cəbhədən qayıdan Rus qoşunları, bilirsiniz də Qafqaz cəbhəsində Azərbaycanlılar vuruşmurdu. Kim vuruşur? Erməni, Rus, Gürcü. İndi bunlar qayıdan qoşunlar silahlarını kimlərə təhvil verəcəkdilər? Ruslara, ermənilərə, gürcülərə və Azərbaycanlılara silah vermirdilər, başa düşdünüz? Ya da verdikləri silahlarda bir növ, belə dedik, qarşı çıxırdılar. Buna görə də silahlanma bizdə çətin idi. Yəni Azərbaycanlılara silahın verilməsi çətin idi. Ya silah çatışmırdı bəzən, ya da ki silahı tutacaq insan çatışmırdı. Bacarmırdı axı hərbi iş. Ona görə biraz problemlərimiz var idi. 1918-in yanvarında Talarski gəlir ki, Bakıda yaratsın, hərbi məktəb yaratsın, milli kadrlar hazırlansın, hərbi kadrlar hazırlansın və bir də silahlanma prosesi baş versin. Müsəlman məhəllələri var idi. O dövrdə Bakıda həm müsəlman məhəlləsi var, həm erməni məhəlləsi var, həm Rus məhəlləsi vardı. Müsəlman məhəllələrinin silahlanması və özünün müdafiəsi. Çünki hamı hər şeyi yaxşı bilirdi. Ki bir şey baş verəcək, toqquşma baş verəcək. Amma bunun qarşısı üçün baş verəndə biz güclü olmalıyıq. Lakin Talarskiyə buna imkan vermirlər və Talarskiyə həbs edirlər. Talarskiyə həbs olunacaq, Bakıdakı müsəlman xalqı ayağa qalxacaqdı və Talarskinin həbsdən azad olması tələb edəcək. Və kommunistlər məcbur olub geri çəkiləcəklər və Talarskinin həbsdən azad edəcək. Bundan sonra kommunistlər artıq Bakıda həm müsavatın, milli dayağını sarsıtmaq üçün, həm Azərbaycanda azadlıq hərəkatını boğmaq üçün, həm də Azərbaycanın ayrılma ehtimalının qarşısını almaq üçün qırğınlar törətmək qərarına gəlir. Bu qırğınları təbii ki, kimlər eləyəcəklər? Ermənilərlə. Erməni partiyası daşnak sütundur. Düşünə deyə bilərsiniz, ay müəllim, bu da ermənidir. Bu ermənidir, amma kommunist ermənisidir. Başa düşdünüz? Kommunist ermənisindən milliyyətçi erməni arasında fərq var. Bizdə kimi. Məsələn, Nərimanov kommunistdir, Rəsulzadə milliyyətçidir. Əleydə Qarayev kommunistdir, Xoyski milliyyətçidir. Başa düşdünüz? Yəni, bu fərq var. Ermənilərlə razılaşma olacaq. Ermənilər razılaşma görə başdakı qırğınlara ermənilər özləri birbaşa rəhbərlik edəcək. 1918-in martında Tağıyevin oğlunun vəfatı ilə əlaqədar olaraq Evelina gəmisinin hərbi əməkdaşları Bakı limanına yaxınlaşır və Bakı limanına yaxınlaşında bunlar hərbiçilərdir, normal, silahlı daxil olurlar limana. Bu isə Bakı kommunistlərin xoşuna gəlmir və silahların tərk silah edilməsini tələb edir. Və tərk silah prosesi başlayan zaman müsəlman xalqı ayağa qalxır ki, niyə başqa millətin nümayəndələri silahla gəzə bilir Bakı şəhərində, müsəlmanlar gəzə bilməz və həmin vaxtı meydana yığışırlar. Meydanda nə olursa olur, kim güllə açır, bilinmir və silahlı yaralanma baş verir. Bundan sonra Bakı kommunistləri güya ki, müsəlmanların, xristianları qırmaq adı altında onlardan müdafiə olunmaq üçün başlayırlar Bakıda qırğınlara. Bakıda qırğınlar martın 31-dən aprelin 2-sinə kimi dayanır. Amma Bakı quberniyasında burada Şamaxı, Lənkəran, Quba, fərqi yoxdur, quberniyası, Qarabağ bunlar daxil sentyabrın 15-nə kimi davam edəcək qırğınlar. Və martın 31-dən aprelin kimi Bakıda qırğınlar başlayır. Burada İsmailiyyə binası yandırılacaqdı, sonra Tağıyevin Kaspi qəzeti redaktorluğu binası yandırılacaqdı və digər belə deyək də binalar yandırılacaq, teatr binası yandırılacaq, Tağıyevin işləyirdiyi teatr binası yandırılacaqdı, Açıq Söz qəzetinin binası. Yəni bir çox tarixi binalar yandırılacaq, Bibi məscidi dağıdılacaqdı. Yəni bir çox şeylər yandırılır və dağıdılacaqdı. Və aprelin 2-si müsəlman nümayəndələri kommunistlərlə görüşür və qırğının dayandırılmasını xahiş edirlər. Bunun qarşılığında da onlar da müqavimətə dayandırılır. Çünki Bakıda bəzi kəndlərdə, məsələn Maşdağada, Bayılda Bakı qoçuları, sonra Bakının özünün müdafiə qüvvələri müqavimət göstərirlər. Lakin təslim olurlar və təslim olma səbəbləri 1.
Azərbaycan müsəlman alaylarının yaxşı silahlanmaması, ikincisi müdafiə yaxşı təşkil etməmədir və əhalinin boşu-boşuna qırğına vermək istəmirlər. Və kommunistlər bunu qəbul edir, müsəlmanların təslim aktını və aprelin 2-si bu təslim aktını yəni, imzalanır və dayanır qırğınlar Bakı şəhərində. Bundan sonra aprelin 20-sində Bakı kommunistləri, yəni Bakı Soveti qərarlar qəbul edir. Birinci, neyini? Erməni mətbuatından başqa, Rus mətbuatından başqa bütün mətbuatlar ləğv olunacaq. Erməni Milli Şurasından başqa bütün milli şuralar ləğv olunacaqdır. Sonra bütün hər şey Bakı Sovetinin əlinə keçəcəkdir və Bakı şəhər duması, 70-lər adından Bakı şəhər duması özün buraxır, yerinə aprelin 25-də Bakı Xalq Komissarlar Soveti yaradılacaq. XKS. Bu söz məşhur sözdür. Bu sözü bir neçə dəstə sonra davamlı şəkildə keçəcək. Bakı XKS icraedici orqandır. Bir növ hökumətdir. Başa düşdünüz? Tərkibində cəmi 2 Azərbaycanlı var idi. Qalan hamısı erməni, gürcü və ruslardan ibarət. Və anti-Azərbaycan siyasəti yeridirdi. Bakı XKS hansı tədbirlər görəcək? Bakı şəhərində nə qədər varlı insanların fabrikləri varsa əllərindən alacaq. Buna milliləşdirmə siyasəti keçirir. Milliləşdirmə uşaqlar dövlətin hər hansı bir şəxsi fabriki, mülkü, nə bilim, evi pulla almasıdır. Amma burada fərqli cəhət odur ki, burada pulla almırlar. Zorakılıq orada. Bütün banklar milliləşdiriləcək, şəxsi banklar. Bütün qızıl zinət əşyaları əllərinə alınacaq varların, Tağıyev daxil hamısını. Sonra bütün neft mədənləri milliləşdiriləcək. Xəzər ticarət donanması milliləşdiriləcək. Şəxsi heç nə olmayacaq. Hamısı dövlətin mənfəətinə keçəcəkdir və hamısı bir-bir əldə olunaraq Sovet Rusiyasına daşınacaq. Çünki artıq bu dövrdə RSFSR-də ağlarla qırmızılar arasında vətəndaş müharibəsi baş vermişdi və ora pul lazım idi Sovet Rusiyasına və həmçinin Azərbaycan nefti də ora lazım idi ki, Sovet Rusiyası qırmızılar üzərində, ağlar üzərində qələbə qazansın. Aprel 25-də bu tədbir görəcək. Bakı qırğınlarının ümumiyyətlə törədilməsindən məqsəd Azərbaycan xalqının muxtariyyət olana qarşı münasibətini ləğv eləməkdir, milli azadlıq hərəkatını boğmaqdır. Və Bakı qırğınlarından sonra Azərbaycan demokratik qüvvələri anlayır ki, başa düşür ki, Azərbaycan xalqının yeganə çıxış yolu muxtariyyət yox, artıq müstəqil bir dövlətin yaradılması olacaq. XKS-nin bu qırğından sonra Bakı Sovetinin qırğınlarını araşdırmaq üçün isə 1918-ci ildə iyun ayında AXC Xalq Cümhuriyyəti Fövqəladə Tədqiqat Komissiyası yaradılmışdır və bu Fövqəladə Tədqiqat Komissiyası Bakıdakı 1918 mart qırğınlarını demək olar ki, araşdıran bir növ belə deyək də komissiyadır. Bu qırğınlar başdan əlavə Qarabağda davam edirdi. Burada Qarabağda Andranik rəhbərliyidir, Qarabağ, Naxçıvan və Zəngəzurdakı qırğınlara, Quba və Şamaxdakı qırğınlara isə Hamazas və Lalayan rəhbərlik edəcəkdir. Yəni qırğınlara tək Bakı şəhərində yox, bütün hər yerdə bölgədə qırğınlar baş vermiş. Bu da sizin mart soyqırımı.